Bugünkü qonağımız Bakı Ali Neft Məktəbinin məzunu, dövlət proqramı çərçivəsində xaricdə, Amerikada təhsil alacaq Elmir Hacızadədir. Amerika universitetlərinin bəyəndiyim cəhət odur ki, bu tələbənin ümumi hər tərəfli background-una baxır. Biz səni sosial şəbəkədən tanıyırıq. 10 universitetə daxil olan tələbə kimi. Universitetdən qəbul təklifi almağınız, yəni dövlət proqramına seçilmək üçün kifayət deyil. Dövlət proqramına qəbul üçün nələr lazımdır, nələrə diqqət etməliyik? Yəni dövlət proqramında özünün kriteriyaları var. Yüksəliş məsələn müsabiqəsinin qalibləri müsahibədən kənar dövlət proqramı iştirakçısı statusuna qəbul ala bilirlər. Ümumiyyətlə nə zamansa fikrindən keçibmi, bəlkə mən bunu dəyişsəydim daha yaxşı olardı. Əsas məsələ sadəcə kompüterin qabağında oturmaq deyil, insanlarla əlaqə yaratmaqdır. Salam hamıya, bu gün IT Talks Azərbaycanın növbəti çəkilişidir. Bugünkü qonağımız Bakı Ali Neft Məktəbinin məzunu, dövlət proqramı çərçivəsində xaricdə, Amerikada təhsil alacaq Elmir Hacızadədir. Elmir, xoş gəlmisən. Çox sağ olun, dəvətə görə minnətdarlığımı bildirirəm. Çox sağ ol, dəvətimizi qəbul elədin. Artıq bir neçə günü qalıb, bir neçə gün sonra artıq Amerikaya uçacaq və orada bizi təmsil edəcək. Sonra sən də xoş gəlmisən. Sən də xoş gəlmisən. Sağ ol ki, gecikmədin çəkilişə. Hə. Həmçinin sənin tələbən olub. Tələbən barədə nə demək istəyərdin? Birinci mən deyim, sonra özü başlayım. Elmir mənim Bakı Ali Neft Məktəbində ilk tələbələrimdən olub. Səhv eləmirəmsə 2022-ci ildə, düz xatırlayıramsa. Hə. İlk tələbələrimdən olub. Ümumiyyətlə o qrup hamısı belə deyim də öz səviyyəsində belə tutarlı tələbələrdir və bu gün də dövlət proqramı çərçivəsində ümumiyyətlə də uşaqların bir çoxu xaricdə təhsil alır, artıq işləyirlər və s. və axır və düşünürəm ki, maraqlı bu gün bir kontent yaradacağıq biz. Xüsusilə də bu dövlət proqramına müraciət etmək istəyən, xaricdə təhsil almaq istəyən uşaqlar üçün bir ümid yeri, bir həvəsləndirici bir podkast çəkmiş olarıq. Mən bunu bilmirdim ki, ilk tələbələrindən olub orada. Bəli. Onda çəkilişdən sonra mən özü ilə danışacağam, görüm sənin barədə nə deyəcək. Səni yola salaraq sən tələsirsən, biz biraz ondan söhbətimizi davam edərik. Gəl adət-ənənəmizi pozmayaq, vaxt itirmədən ilk sualımıza keçək. Biz səni sosial şəbəkədən tanıyırıq, yəni 10 universitetə daxil olan tələbə kimi xaricdə. Biraz özün barədə məlumat verərdin. Nə cür oldu ki, qərarlaşdırdın xaricdə təhsilini davam elətdirəsən? Mən 2021-ci ildə bildiyimiz kimi Bakı Ali Məktəbinin informasiya təhlükəsizliyi ixtisasına qəbul oldum və təhsil aldığım müddətdə daha 1-ci kursdan etibarən ağlımda plan qurmuşdum ki, magistr təhsilimi xaricdə nüfuzlu universitetlərin birində davam etdirim və artıq bakalavrın son kurslarına yaxınlaşdığım zamanda araşdırmalar etdim. Sahəm kiber təhlükəsizliyi üzrə dünyada hansı universitetlər var, hansı universitetlərdə təhsil alma şansım var tam təqaüdlə. Bunları ətraflı şəkildə araşdırdım və son kursdan mən bir fayl yaratdım. Burada hamısını list elədim, hansı universitetlər var, hansı tarixlərdə müraciət edəcəm. Tam planlı şəkildə bunun planı qurduqdan sonra belə deyək, başladım artıq son kursun payızından etibarən həmin universitetlərə müraciət etməyə və nəticədə bu cür oldu. Bax, mən bir sual vermək istəyirəm. Bir dənə? Hə, bir dənə verirəm sözdən. Bax, ümumiyyətlə top 10 universitetə, həm Amerikada və Avropada top 10 universitetə qəbul olunur nəticədir. Bu mən düşünürəm ki, çox insana maraqlı deyil deməyim də, sevindirici bir şeydir, amma son nəticəni görürlər də. Amma mən düşünürəm ki, bizim podkastın izləyicilərinə ən maraqlı olan şey o top 10 universitetə qəbul almaq üçün hansı yollardan keçmək lazımdır? Ümumiyyətlə Elmir kimdir, hardan gəlir, məktəb vaxtı necə belə deyim də aktivlik göstərmisən, universitet vaxtı nə etmisən? Çünki ümumiyyətlə top universitetlərə qəbul olmaq bu belə deyim də dim imtahanı deyil də, yığasan 600 bal, 700 bal qəbul olasan da. Bu belə bir şey deyil. Bunun üçün göstəricilərin olmalıdır. Bax bu hər halda ki bu göstəricilər səndə yüksək olub ki qəbul olmusan. Mənə maraqlıdır ki, bax bu son 10-cu, 11-ci sinifdə nə etmisən? Bu 4 ildə, 5 ildə universitetdə nə etmisən ki, sən o nəticələrə gəlib çıxmısan? Mən düşünürəm ki, insanlara bu daha maraqlı olacaq.
Bəli, bunu düzgün vurğuladınız. Təbii ki, bu qədər universitetlərdən qəbul təklifi almaq özü də böyük bir əməyin bəhrəsidir, belə deyək. Mən məktəb illərindən olimpiyadalarda da iştirak edirdim həmçinin. Düzdür, bu hazırda çalışdığım və təhsil aldığım informasiya təhlükəsizliyi sahəsindən bir qədər fərqli bir sahədə olsa da, məsələn, məktəb dövründə Azərbaycan Dil Ədəbiyyatı Olimpiyadasında iştirak etmişdim və burada da yüksək nəticə göstərmişdim və o zamanlarda mən düşünürdüm ki, artıq birinci ixtisas qrupuna hazırlaşanda abituriyent kimi ki, bəs mən bakalavr təhsilinin boyu hər tərəfli olmalıyam. Hətta yadıma düşür, mən abituriyent olanda özümə hədəf qoymuşdum ki, bəs mən Bakı Ali Məktəbinə daxil olacağam, orada fərqlənəcəm, ağlımda bəlli bir klublar var idi, onlara rəhbərlik edəcəm, həmçinin bizim Tələbə Həmkarlar İttifaqı komitəsi var idi. Onu abituriyent olarkən qarşıma hədəf qoymuşdum ki, mən gələcəkdə orada sədr olacağam və belə tələbələrlə bir yerdə aktivliklər keçirəcəyik və bunların hamısına da nail oldum deyə bilərəm. Bakalavr dövrü boyunca da sadəcə dərs oxumaqla kifayətlənmədim. Çünki mən daim düşünmüşəm ki, ideal tələbə, müvəffəqiyyətli tələbə sadəcə yüksək nəticələr, dərslərdən yüksək nəticələr alan tələbə deyil, özünü hər tərəfli inkişaf elətdirən, həm özünü inkişaf elətdirən, eləcə də cəmiyyətə töhfə verən bir tələbədir. Bunun üçün də 5 illik bakalavr təhsili mərzində bunun üçün çalışdım. Müəyyən qədər iş təcrübəsi topladım. Artıq 2 ilə yaxın müddətdir ki, kiber təhlükəsizlik üzrə mütəxəssis olaraq işləyirəm, təhsil alıram, beynəlxalq elmi konfranslarda iştirak edirəm. Beynəlxalq layihələrlə, yerli layihələrdə dəfələrlə yer tutmuşam və qlobal arenada Azərbaycanı təmsil etmişəm və dünyanın nüfuzlu universitetlərindən qəbul almaq üçün top universitetlər tələbəni ümumi perspektivdən qiymətləndirir. Yəni sadəcə transkriptə baxaraq deyil də hər tərəfli. Yəni həmin tələbənin hekayəsinə baxır, necə gəlib, hardan gəlib. Yəni bu kimi nüanslar özümü hər tərəfli inkişaf elətdirdiyimə görə, yəni bu nəticəni əldə edə bildim. Məncə mən fikirləşirəm ki, çox ümumi cavab verdim. Mən o daha detallarına düşmək olardı. Çünki mən xatırlayıram ki, sən tələbə olan vaxtı səhv eləmirəmsə Almaniyaya getmişdin. Məsələn, onun haqqında danışmaq istəyirəm ki, o nə ilə əlaqəli idi, onun təsiri oldumu? Sonra xatırlayıram ki, sən hətta işləyirdin də müəyyən bir yerdə. Bunlar haqqında da bir bizə məlumat ver. Çünki yenə deyirəm, bir tələbə, məsəl üçün mən öz yaxınlarımdan götürürəm, onlar da xarici hazırlaşmaq istəyir və bilməlidirlər, düşünürəm ki, bu yola nə aparır? Yəni bugünkü bu sənin hekayən bizə daha çox maraqlıdır. Az öncə də anlattığım kimi mən təhsilim boyunca sadəcə qiymətlərə fokuslamadım. Təbii ki, bacardığım qədər yüksək qiymətlər əldə etməyə çalışdım. Müəyyən praktiki təcrübələr, daha sonra iş təcrübəsindən yiyələndim. Artıq 4-cü kursa başlayan zaman mən artıq ilk iş təcrübəmə atılmışdım, belə deyək, və artıq 2 il müddətində çalışıram. Almaniya vurğuladınız. Mən Almaniyadan beynəlxalq gənclər görüşündə iştirak elədim 2024-cü ilin yayında və burada Mannheimer təqaüdü var idi ki, bu hansı ki dünya üzərindən sadəcə bir tələbəyə verilirdi ki, bu həmin gənclər görüşündə gəlsin öz ölkəsini təmsil etsin və bunun qalibi mən olmuşdum və bu mənim ilk Avropaya çıxışım idi, beynəlxalq arenada Azərbaycanı təmsil edirdim. Bu spesifik IT ilə bağlı bir layihə deyildi, Cultural Exchange layihəsi idi, yəni mədəni mübadilə. Mən burada Azərbaycanı təmsil etdim, Azərbaycanın milli adət-ənənələrini insanlara çatdırdım, tarixi həqiqətlərini insanlara çatdırdım və çox gözəl, maraqlı bir zaman keçirdim orada, təxminən 2 həftə Almaniyanın Münhen şəhərində. Başqa qlobal arenada təmsilçiliyimə ilk dəfə 2022-ci və 2023-cü illəri əhatə edən NASA-nın Human Exploration Rover Challenge müsabiqəsi var idi ki, biz burada Azərbaycanı həmin layihədə təmsil edən ilk və tək komandanın üzvü idik və biz burada həmçində Bakı Ali Məktəbinin komandası olaraq qeydiyyatdan keçmişdik və bu da düşünürəm ki, bir tələbə üçün, bir tələbə qrupu üçün böyük bir uğur idi ki, həm tələbə olasan, həm də ki, NASA-nın roverlə bağlı müsabiqəsində iştirak edəsən. Və bunun ardınca mən Almaniyadan 2024-cü il, yəni Almaniyadan qayıtdığım gün, Bakıya gəldiyim gün, birbaşa həmin gündə Özbəkistana uçdum və burada da Huawei-in Seeds for the Future layihəsində iştirak etdik. Bu spesifik olaraq IT və texnologiya sahəsi üzrə bir mərhələ idi və biz burada iştirak etdik və burada Azərbaycanı təmsil edərək ən aktiv komanda nailiyyətini, belə deyək də, mükafatını qazandıq. Ondan sonra mən orada bir startup yaratmışdıq, biz Huawei Seeds for the Future-da. Bu bir ideya idi, lakin biz bunu praktiki şəkildə işləməmişdik. Onun üzərindən bir il keçəndən sonra mənim təşəbbüsümlə mən komandanı yenidən bir yerə yığdım və biz Teknofestə müraciət elədik. Teknofestin final mərhələsinə qədər yüksəldik.
2025-ci ilin sentyabrında İstanbula yola düşdük və orada da psixologiyada texnologiyanın tətbiqi kateqoriyası üzrə ən yaxşı təqdimat mükafatını qazandıq. Düşünürəm ki, bu uğurlar mənim hər tərəfli cəhətdə inkişafıma böyük bir təkan verdi. Həmçinin də top universitetlərə müraciət edərkən onlar görürlər ki, bu tələbə həm yerli iş təcrübəsi var, həm yerli layihələrdə iştirak edir, həm tələbə kimi aktivliyi var. Mən Banımda həm Google Developer Student Club-ın təsisçisi olmuşam, Model United Nations Club-ın təsisçisi olmuşam ki, bu da hansı ki, bir qədər IT-dən kənar bir sferadır. Bu diplomatiyaya bağlı sferadır və diplomatiyada mənim belə deyək, ikinci bir həvəsli olduğum sahədə IT-dən sonra. Və artıq bu tam perspektivi özümün background-da yığdığıma görə düşünürəm ki, top universitetlərdən qəbul almağım əsas şəraitlərdən birini yaratdı. Və mən qeyd edeyim ki, qəbul aldığım bütün ixtisaslar sadəcə informasiya təhlükəsizliyi deyildi. Burada məsələn Erasmus Mundus-un təqaüd proqramı var idi ki, hansı ki bu tələbənin xüsusən də sosial aktivliklərinə böyük dərəcədə nəzər yetirir. Və texniki bir background-dan gəlməyimə baxmayaraq mən bu təqaüdün də qalib olmuşdum. Məsələn, Chicago Universitetinə ictimai siyasət üzrə də qəbul almışdım. Yəni bu da göstərir ki, tək informasiya təhlükəsizliyi sahəsindən deyil, fərqli sahələrdən də, yəni interdisipliner belə deyək, sahələrdən də qəbul təklifləri almışdım. Bu da onu göstərir ki, mən sadəcə əsas çalışdığım informasiya təhlükəsizliyi sahəsində deyil, həmçinin digər sahələrdə də kifayət qədər bir nailiyyət əldə etmişəm ki, bu uğurları qazanmışam. Gözəl. O startapı davam elətdirirsiniz ya yox? Startap nə ilə bağlı idi? Biraz maraqlı oldu. O barədə ümumiyyətlə indi xaricə gedəcəksiniz də, orada onu davam elətdirmək istəyirsiniz və yaxud da yox? Ümidvaram ki, onu davam etdirəcəyik. Çünki biz bu startapı bayaq vurguladığım kimi 2024-cü ildə ideya şəklində, 2025-ci ildə praktiki bir demo, bir application yaratmışdıq. Startapın adı Lumio-dur və bu süni intellekt vasitəsilə insanlara 7/24 əl çatan bir psixologiya seansı vasitəsidir. Belə ki, pasiyent və yaxud da bir istifadəçi həmin tətbiqdən istifadə edərək giriş eləyir, öz məlumatlarını və emergency kontaktı qeyd eləyir və emergency kontaktı qeyd etdikdən sonra girişdən sonra həmin o psixoloqun avatarını seçir. Bu tamamilə süni intellektdir. O bir tərəfdə heç bir insan yoxdur. Və danışır dərdlərini, problemlərini danışır bir terapiya sessiyası kimi və bunu background-da süni intellekt vasitəsilə həmin insana cavab gəlir və həmin o AI ilə yaradılmış avatar da onu insandan canlı, sanki bir insanla danışırmışcasına göstərir. Bu startup belə idi. Biz bunu demo appini hazırlayıb Technofestdə təqdim etmişdik. Düzdür, bunun üçün tamamilə bunu bir production mühitinə çıxarmaq və insanlara çatan etmək üçün bunun bir qədər legislasiyası, icazəsi, biz beynəlxalq səviyyədə compliance-lara uyğun şəkillərdə icra eləmək var və müəyyən qədər maliyyə tələb olunur. Bunu startapı inkişaf elətdirməyi düşünürəm təbii ki, Amerika bunun üçün geniş imkanlar təklif edir. Düşünürəm ki, orada bir müddət təhsil aldıqdan sonra və mövcud imkanları dəyərləndikdən sonra niyə də yox, bu və yaxud da ki, digər yeni bir startap ideyaları da fikirləşə bilərəm ki, hansı ki, bundan mən Amerikada bir uğur əldə edə bilərəm. Aydındır. Bir dənə sual verəcəm, yenə bir dənə sual verəcəm. Bəli. Bir maraqlıdır bu, sən ümumiyyətlə informasiya təhlükəsizliyi istiqamətində oxumusanız da, bu istiqamət sənə bu gün də aktualdırmı sənin üçün? Yəni sənə maraqlıdırmı və ona uyğun olaraq da bizə maraqlıdır sən xaricdə hansı universitetə qəbul olmusan və orada hansı ixtisas üzrə qəbul olub davam elətdirmək istəyirsən? Ondan sonra ölkəyə qayıtmağı uzadıb sonra müzakirə edək. Əsas bunlardan başlayaq. O da bir dənə sual. Təbii ki, informasiya təhlükəsizliyi sahəsi mənim əsas məşğul olduğum bir sahədir. Mənim peşəmdir belə deyək. Mən informasiya təhlükəsizliyi üzrə mütəxəssisəm, penetration tester olaraq artıq 2 ildə yaxındır bir müddətdir ki, fəaliyyət göstərirəm peşəkar səviyyədə və bu sahə üzrə təhsil almışam və magistr təhsilimi bu 10 universitetdən Amerika Birləşmiş Ştatlarının Carnegie Mellon Universitetinin informasiya təhlükəsizliyi siyasəti və menecment ixtisası üzrə təhsil alacağam dövlət proqramı çərçivəsində. Bu sahə üzrə digər universitetlərdən də qəbul almışdım. Həmçinin Carnegie Mellon Universitetindən başqa bir ixtisas, informasiya təhlükəsizliyi ixtisasından da qəbul almışdım.
Kolumbiyadan süni intellekt üzrə Imperial College London və Britaniyanın və digər ölkələrin digər sırf informasiya təhlükəsizliyi sahələri üzrə qəbullar almışdım. Seçimim məhz Carnegie Mellon Universiteti idi. Carnegie Mellon Universiteti belə deyək, dünyada kiber təhlükəsizlik üzrə, həmçinin Amerikada demək olar ki, nömrə 1 universitetdir. Və mən bu 10 ixtisas arasında seçim edərkən həqiqətən də ətraflı şəkildə düşünmüşdüm ki, bunlardan hansını seçim. Mən bakalavr təhsilimi sırf texniki sahədə, informasiya təhlükəsizliyi sahəsi üzrə təhsil almışam və müəyyən qədər texniki bir biliyə yiyələnmişəm ki, mən artıq gənc yaşımda Azərbaycanda peşəkar fəaliyyətlə məşğul oluram, artıq yəni mid-level specialistəm belə deyək. Və düşünürəm ki, düzdür, texniki bilikləri əldə etmək üçün geniş imkanlar var Amerikada. Artıq bir qədər də təcrübə toplayıb bunu menecment, idarə etmə sahəsinə kifayət qədər həvəsliyəm. Bu səbəbdən də informasiya təhlükəsizliyi siyasəti və menecment ixtisasını seçdim Carnegie Mellon Universitetində. Və Carnegie Mellon Universitetində sırf kiber təhlükəsizlik üzrə böyük şanslar var. Bildiyimiz kimi bu süni intellekt, həmçinin kiber təhlükəsizlik sahəsində, yəni dünyada işlərə addım atan bir universitetdir belə deyək. Yəni bildiyim qədərilə ilk kompüter elmləri departamenti universitet səviyyəsində məhz həmin universitetdə olub. Kiber təhlükəsizlikdə incident response anlayışı ümumiyyətlə orada yaranıb. CERT dediyimiz kompüter insidentlərinə qarşı mübarizə mərkəzi ilk orada yaranıb və bu gün də hər hansısa bir təhlükəsizlik boşluqları bildiyimiz kimi CV-yə asign olunur və həmin o CV-lər orada belə deyək qeydiyyatdan keçir. Həmin o CERT komandası bunu qiymətləndirir və həmin o CV-lərə əsayin eləyir. Və mən təhsil alacağım ixtisasda müəllimlərin əksəriyyəti həmin sektorda işləyən müəllimlər və Amerikanın özəl və yaxud da dövlət sektorunda yüksək vəzifələrdə işləyən sırf informasiya təhlükəsizliyi sahəsində olan mütəxəssislərdir ki, bu düşünürəm ki, mənim təhsilimdə böyük inkişaf verəcək. Və Carnegie Mellonun bu sahədəki böyük belə deyək nailiyyətləri, research imkanları, təhsil imkanları məni təşviq elədi ki, mən məhz həmin universiteti seçim. Təbii ki, digər universitetlər var idi, hansı ki, qlobal reytinqlərdə daha yuxarı idi. Məsələn, Imperial College London dünya üzrə məsələn QS sıralamasında 2-ci yerdədir. Başqa digər top 10-da olan məsələn Columbia Universiteti New Yorkda və Chicago Universiteti, bunlar da dünya üzərində kifayət qədər nüfuzlu universitetlərdir. Lakin spesifik mənim məqsədlərim informasiya təhlükəsizliyi sahəsidir. İndi növbəti suallarınıza buna cavab verərəm. Qayıdarkən Azərbaycanda nə məqsədlərim var və düşünürəm ki, mənim gələcək karyera planlarıma Carnegie Mellon Universitetinin məhz bu ixtisası, informasiya təhlükəsizliyini idarə etməsi mənim üçün doğru və düzgün bir seçimdir. 5 illik tələbəlik illərində əvvələ qayıtsaydın, varmı elə bir fikrin ki, nə isə dəyişərdin, geri dönüb nə isə dəyişərsən, yoxsa yox? Sənə görə. Biraz çətin sualdır, Biraz billə. çətin sual oldu, bəli. Geri dönüb nə isə dəyişərdimmi? Məncə kifayət qədər istədiklərimə nail olmuşam və həyatda keçmişdə yox, gələcəyə daha çox fokus olmaq lazımdır və bu barədə çox düşünməmişəm deyə bir qədər mənə düşündürdü bu sual. Geri qayıdıb nəyi dəyişərdim? Bir şey, ya bunu deməyim. İstəyirsən sualı dəyişim, çətin gəldisə. Sağ ol. Mən bu arada bunları montajda sildirməyəcəm. Mənim xoşum gəldi əslində. Bilsən nəyə görə? Görürəm ki, hər şeyi sən planlı şəkildə görürsən də. Mənim beynimdə fırlandı ki, hər şey plana uyğun gedir. Hər şey plana uyğunmu gedir? Sən hansısa bir çətinliklə üzləşmisən, üzləşməmisən? Ümumiyyətlə nə zamansa fikrindən keçibmi? Bəlkə mən bunu dəyişsəydim daha yaxşı olardı. Zaman-zaman həmin fikirlər belə deyə ağlımdan keçib, lakin həyatın öz necə deyək, gedişatı müqəddəratı var və müəyyən addımlar atdıqdan sonra, məsələn, bir zamanlar mən harasa müraciət etmişəm, tutalım hər hansısa bir layihəyə qəbul almamışam və bunun üçün peşmançılıq hissi duymuşam. Amma bunun üzərinə müəyyən müddət keçəndən sonra adam keçmişinə baxır və düşünür ki, mənim üçün xeyirli olanda məhz bu imiş. Yəni həyatda hər şey bir-birinə necə deyək, belə bağlıdır deyə düşünürəm. Və bu bağlılıqlarda gələcəkdə bizim belə deyək müqəddəratımızı təyin edən əsas bir trayektoriyadır. Və düşünmürəm ki, gələcəkdə böyük bir peşmançılığım var ki, kaş bunu eləyərdim, eləməmişəm. Yəni nə eləmişəmsə yaxşı eləmişəm. Hiss olunur, Elşən müəllimin tələbəsi olub. Görürsüz. Bunu montajdan çıxartmayasan. Spesifik düşünmürəm nə isə yanlış eləmişəm. Yəni çox şeylər olsun ki, məqsədlərimə, nailiyyətlərimə müəyyən qədər çatmışam.
Mən həmişə bu belə olanda nə düşünürəm? Ola bilər ya nəyisə yanlış eləmişəm, amma o yanlış da gətirib bugünkü hala çıxardıb da yenə bir peşmançılıq adam duymur ki, elə yaxşı ki o yanlışı eləmişəm. Bilirsən, deyir ki, bu ora müraciət elədim, bura müraciət elədim, startapda iştirak elədim, startapı dəyişmirsən. Maşallah o qədər aktivdir ki, çalışır hər bir yerə yetişsin. Müəlliminə oxşayıb bu arada onu da deyim. Ona görə məndə artıq suallar fırlandı ki, yəni bu qədər eləyirsən də, təbii ki, sənə uğurlar, belə də davam et. İnşallah Amerikada da bizi təmsil edərsən. Elşən müəllimi də orada tanıdarsan, DevOps üzrə müəllim kimi. Bəlkə oradan bir müştəri verdi sənə də. Bunu kəsməyəsən, montaj eləməyəsən. Hə. Ona görə həqiqətən mənim özümə də maraqlı oldu ki, bəlkə nəyisə, nə vaxtsa sən dəyişmək istəmsən və yaxud da peşmançılıq çəkmisən. Amma çalış ki, elə belə qal, peşman olma, ancaq irəli get. Buyur, sənin bir dənə sualın var. Mənim bir dənə də sualım var. Okey, biz danışdıq ki, top universitetlərə necə qəbul olmaq olar. Amma sən dövlət hesabına təhsil alacaqsan və belə deyim də dövlət proqramı çərçivəsində gedəcəksən. İndi mən düşünürəm ki, xüsusilə də sonuncu kurs tələbələrinə maraqlıdır ki, dövlət proqramına qəbul üçün nələr lazımdır, nələrə diqqət etməliyik, necə eləyək ki, qəbul alaq, göstəricilərimiz necə olmalıdır? Bir bunun haqqında məlumat ver ki, dediyim ki, mənim nəzərimdə bu səmimi danışsaq Elmirin hekayəsi misal üçün 10 nəfərdən 3-ünə maraqlı olar, amma Elmirin ki o uğuru mən düşünürəm ki 10 nəfərdən 9-una maraqlı olacaq ki, Elmir necə elədi ki bu alındı ki biz də eləyək. Ona görə yəni bu suallar mənim üçün vacibdir ki, yəni necə oldu ki sırf dövlət proqramına qəbul ala bildin? Az öncə də vurğuladığım kimi, mən əvvəllə planlı bir şəkildə bu universitetləri siyahıya əlavə etmişdim, necə müraciət edəcəm. Qeyd edeyim ki, mən qəbul təklif aldığım universitetlərin yanıca da bir sıra həmin o universitetlərin həm daxili təqaüdlərin, həm də xarici dövlətlərin tam təqaüdünü əldə etmişdim. Lakin mənim məqsədim məhz Azərbaycanın dövlət proqramının qalib olmaq idi. Məhz buna görə də mən xarici dövlətlər tərəfindən təklif olunan həmin o tam təqaüdlərdən belə deyim imtina etdim və Azərbaycanın dövlət proqramına müraciət etdim. Dövlət proqramı kifayət qədər rəqabətçi bir müsabiqə əsasında qaliblərini seçir və universitetdən qəbul təklifi almağınız, yəni dövlət proqramını seçmək üçün kifayət deyil. Universitetdən qəbul təklifi aldıqdan sonra, hansı ki bunun özü də bir uzun və çətin bir prosesdir. Siz sənədlərinizi və qəbul təklifinizi qəbul aldığınız universitetin birini seçirsiniz. Məsələn, mənim situasiyamda həmin o universitetdən birini seçmişdim. Carnegie Mellon Universitetinin informasiya siyasəti və idarəetmə ixtisasını və bununla müraciət etmişdim dövlət proqramına. Təbii ki, dövlət proqramına müraciət edəndə tək qəbul sənədi kifayət etmir. Burada sizin öz məlumatlarınız, akademik transkriptiniz, universitetdən arayışınız və digər sənədlər tələb olunur. Həmçinin dil sertifikatı, məsələn IELTS mən imtahanı vermişdim. Bunlarla sənəd qəbulu müraciət etdikdən sonra müsahibəyə dəvət olunursunuz və müsahibə burada sizin dövlət proqramı iştirakçısı statusunu qazanıb-qazanmayacağınızı müəyyən edən ən əsas amildir fikrimcə. Müsahibədə göstərdiyiniz nəticəyə əsasən 50 üzərindən bir bal yığırsınız və bu 40 bal üzəri olduğunda siz dövlət proqram iştirakçısının adını qazana bilirsiniz. Və müsahibədə də həm keçmişiniz, backgroundunuz, həm gələcək məqsədləriniz və bildiyimiz kimi, yəni dövlət kifayət qədər vəsait ayırır Azərbaycan gənclərinin xaricdə nüfuzlu ali təhsil müəssisəsində təhsilini davam etdirməsi üçün. Və təbii ki, burada da dövlətin səndən gözləntiləri var. Və bu gün də mənim dövlət proqramı iştirakçısı statusunu qazandığıma görə də mənim də içimdə böyük bir məsuliyyət var. Yəni mən burada sadəcə öz şəxsi bilik və bacarıqlarımı inkişaf etdirməklə deyil, orada qazandığım bilik və bacarıqları Azərbaycanın informasiya ekosisteminə necə töhfə verər deyə bunu planlamışdım. Mən bunu universitetlərə müraciət edərkən də həmçinin dövlət proqramı müsahibəsində də bildirmişdim ki, mən spesifik olaraq hansı istiqamətlər üzrə töhfələr vermək istəyirəm və intervyuda bunları soruşurlar. Həmçinin müsahibə zamanı təmsilçilik Azərbaycanın beynəlxalq arenada necə təmsil eləyəcək? Yəni bu sadəcə orada gedib 4 GPA almaq deyil, Azərbaycanı təmsil etmək, tanıtmaqdır ki, bu çinimizdəki məsuliyyətin bir hissəsini yerinə yetirmək nümunəsi olaraq qeyd etmək olar. Yəni dövlət proqramında yəni kifayət qədər rəqabətli bir mühitdir və biz gənclər üçün
bu imkanın yaradılması böyük bir fürsətdir bizim üçün. Həqiqətən dünyada çox az dövlət var ki, öz gəncinin, tələbəsinin dünyanın nüfuzlu universitetləri təhsilini tam şəkildə təqaüdlə qarşılayır. Təbii ki, bizim üçün bu imkanların yaradıldığı üçün dövlətimizin başçısına minnətdarıq və düşünürük ki, dövlət proqramı çərçivəsində mən Amerikada təhsilim zamanı kifayət qədər əlimdən gələni edəcəm ki, Azərbaycanı yetərli qədər və layiqincə təmsil edə bilim. Beləliklə, belə deyim də, dövlət proqramı bitirdikdən sonra da bildik ki, nə edəcək? Gəlib inşallah burada həmin o bilikləri istifadə edəcəksən ölkənin inkişafı üçün. Əla. Bəs spesifik tutaq ki, göstəriciləri varmı? Tutaq ki, IELTS falan qədər olmalıdır, GPA-in bu qədər olmalıdır. Belə texniki parametrlər var, yoxsa bu dəyişkən ola bilər? Sırf dövlət proqramı üzrə bəli var və universitetlərə müraciət edərkən də var. Dövlət proqramı üzrə IELTS ən azı 7 bal olmalıdır 9 üzərindən. Mən 8 bal toplamışdım. Və qeyd edeyim ki, IELTS-də ən çətin, belə deyək, bölmə writing yazı bölməsi düşünürəm. Nə cəhətdən çətin? Bal almaq cəhətdən çətin. Çünki mənim tanıdığım, mən IELTS kurslarına müəllim kimi də işləmişəm zamanında və kifayət qədər görmüşəm ki, çox savadlı, istedadlı tələbələr var ki, yəni IELTS-dən yazı bölməsi üzrə nisbətən aşağı bal alırlar. Mən ölkədən yüksək nəticə toplayanlardan biri idim. Bu yazı bölməsi üzrə 8 bal toplamışdım. Bu həqiqətən də böyük bir nəticə idi və bu mənə böyük bir motivasiya vermişdi ki, mən çox qısa müddət ərzində hazırlaşmışdım. 5-ci kursda IELTS-ə özüm hazırlaşmışdım, self-study eləyərək, yəni yüksək nəticə əldə edə bildim. Sən amma mən xatırlayıram ki, ondan əvvəl 2-ci kursda da varın idi, varım idi. Biz deməli banımda foundation hazırlıq ili çərçivəsində 2-ci kursa keçmək üçün IELTS imtahanı verir və burada minimal 6 bal toplamalıyıq ki, biz 2-ci kursa keçə bilək. Sən də orada da yüksək idi. Banımda da yüksək nəticə məndə idi. 8 IELTS toplamışdım. Deyirəm, yadımdadır. Üzərindən 3 il keçəndə yenə də çox qısa müddət hazırlaşıb eyni balı toplaya bildim. Düzdür, hədəfim 8.5 idi, lakin müəyyən qədər yəni 0.5-dən qaçırdım 8.5-i və bundan da peşman deyiləm bayaqki suala gələndə. Yəni açıq orada mən speaking üzrə gözlədiyim baldan çox aşağı gəlmişdi və mən buna apellyasiya vermədim. Həm özü də müəyyən qədər bir məbləğ tələb edirdi və mən həmin zaman fokuslarım başqa bir sahələrə idi. Ona görə həm məbləğ ona verməmişdim. Elşən müəllim olsaydı apellyasiya vermişdi. Elşən müəllim olsaydı, bilmirəm, sponsorluq eləyərdi, get ver. Mən nə edirəm, özüm apellyasiya ver. O zamanlar da məsələn hədəfim var idi ki, 1-ci kursda 8 yığmışamsa, artıq 5-ci kursda 8 yığmağa ehtiyac yoxdur, 8-5 lazımdır. Və düşünürəm ki, speakingdən aldığım balı mən, yəni gözlədiyim balı alsaydım, həqiqətən belə deyə layiq olduğum balda. Yəni, artıq mən overall 9 bala 0.5-dən qaçırmış olacağım ki, bu da rekord bir nəticə olacaqdır. Amma yəni bundan da peşman deyiləm. Və dövlət proqramına qayıtdıqda isə digər nüanslardan biri ümumi ortalama göstəricinin ən azı 80 bal olmalı bakalavr tədrisi üzrə. Yəni 80 plus GPA və 7 üzəri IELTS nəticəsi bu göstəricilərdən biridir. Yəni dövlət proqramında özünün kriteriyaları var. Yüksəliş məsələn müsabiqəsinin qalibləri müsahibədən kənar dövlət proqramı iştirakçısı statusunu qəbul ala bilirlər. Yəni sadə sənədlərin yoxlanılması baş verir və onlar avtomatik dövlət proqramının iştirakçısı adını qazana bilirlər. Və bakalavr üzrə bildiyim qədərilə beynəlxalq fənn olimpiadalarında medal qazanan tələbələr də müsahibədən kənar qəbul ola bilirlər bildiyim qədərilə. İndi mən magistr üzrə vermişəm, bakalavr təhsilini burada almışam deyə tam məlumatlı deyiləm həmin nüans üzrə. Və universitetlərin də hər bir universitetin özünə uyğun kriteriası var və təbii ki, top universitetlərin yüksək kriteriyaları var. Məsələn, bildiyimiz qədər Oxford Universitetinə, məsələn, requirementinə baxırıq, görürük ki, minimal IELTS tutalım 6.5 istəyir overall department və yaxud da university-wide. Lakin bu o demək deyil ki, mən 6.5 IELTS-dən və yaxud da ki, 7.5 IELTS-dən mənim qəbulum dəqiqdir və yaxud da 8.5 IELTS-dən. Yəni IELTS burada requirementi keçdikdən sonra çox belə əhəmiyyətli bir önəm daşımır ki, yəni bu 8.5 alıb, digər tələbə 7.5 alıb, qoy mən bunu götürürəm. Burada ümumi hər tərəfli tələbənin backgrounduna baxırlar və requirementi keçdikdən sonra əgər iki tələbə arasında bütün göstəricilər çox oxşardısa, o zaman IELTS nəticəsinə uyğun qərar verə bilərlər. Yəni top universitetlərdə daha çox yüksək nəticə əldə etmiş tələbələr qəbul təklifi göndərir. Əla. Yəni dolayısıyla ondan öyrənmiş olduq ki, bu GPA-dir, IELTS-dir. Bunlar sadəcə rəqəmlər üzərində daha yüksək bal toplamalısan, amma ora gəlib çatana kimi müxtəlif fəaliyyətlərlə məşğul olmalısan.
yarışlara getməlisən, maksimum çalışıb, yəni qalib olmasan belə ölkəni yaxşı formada təmsil etməlisən və s. Bunlar artıq səni gətirib formalaşdırır və son nəticə olaraq həm xaricdə universitetə qəbulun üçün rahat olur, həm də ki, burada dövlət proqramına qəbul üçün rahat olur. Və bir nüansı da qeyd edeyim, bu həm universitetə müraciət, həm də dövlət proqramına müraciət zamanı bir nüans da çox önəmlidir, gələcək məqsədlərin aydın olması. Mən universitetlərə müraciət edərkən özüm dərin araşdırmışdım Azərbaycanın rəqəmsal ekosistemini. Cənab Prezidentin çıxışlarının hamısını izləmişdim. Sırf Azərbaycanın yeni rəqəmsal arxitekturası qəbul olunan zaman Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin çıxışlarını izləmişdim, bu bəyanatları izləmişdim. Azərbaycanın informasiya təhlükəsizliyi, süni intellekt strategiyası, bunları hər tərəfli şəkildə oxumuşdum. Araşdırmışdım ki, Azərbaycan gələcək illərdə özünə hansı missiyalara əsas hədəf qoyub, hansı missiyalara çatmaq üçün ölkənin hədəfləri var və mənim xaricə təhsilim buna necə töhfə verə bilər və mən xarici universitetlərə müraciət göndərərkən təbii ki, bizim motivasiya məktubumuz ən önəmli cəhətlərdən biridir. Xüsusilə də Amerika universitetləri tələbənin ümumi backgrounduna və gələcək karyeralarına çox önəm verir, motivasiya məktubu çox önəm daşıyır. Məsələn, Avropa universitetləri nisbətən bunlara diqqət yetirsə də, rəqəmlə göstərilən göstəricilər böyük önəm daşıyır və mənim bəyəndiyim Amerika universitetlərinin bəyəndiyim cəhət odur ki, bu tələbənin ümumi hər tərəfli backgrounduna baxır və tələbəni intervyu eləyir. Yəni də baxım görüm bu tələbə kimdir, nə məqsədləri var. Yəni bu həqiqətən xoşuma gələn bir cəhətdir. Və mən motivasiya məktublarımda da aydın şəkildə bildirmişdim ki, Azərbaycanın yeni rəqəmsal arxitekturası qəbul olunub. Burada Azərbaycanın bəlli missiyaları var və mən düşünürəm ki, məsələn, Carnegie Mellonda və yaxud digər universitet müraciətlərində həmin universitetdə alacağım təhsil spesifik olaraq bu sahədə mənim informasiya təhlükəsizliyi biliklərimi əldə etməyə və sonra ölkəmə qayıdıb bu sahələrə töhfə verməyimi planlayır. Xüsusən də bu Pioneer proqramından qəbul almışdım. Bu Estoniyanın Taltech Talent Texnologiya Universiteti, Almaniyanın Münster Universiteti və Belçikanın belə deyək, KU Leuven Universitetindən birgə həyata keçirdiyi proqram idi ki, bu da sırf rəqəmsallaşma və elektron idarəçilik haqqında idi ki, orada mən ətraflı müraciət edərkən izahat vermişdim, bir report hazırlamışdım ki, hansı rəqəmsallaşma və kibertəhlükə üzrə hansı missiyaları var və mən bu təhsilim spesifik olaraq hansı məqsədlərə dayanır ki, bu missiyaları gələcəkdə bir fərd kimi, bir mütəxəssis kimi Azərbaycanın rəqəmsal inkişafına töhfə verə bilərəm. Məqsədlərin aydın olması böyük bir üstünlükdür. Allah. Bir dənə suallarından bitdi, yoxsa? Denən, yaxşı, sən denən. Mən istəyərdim, əgər mümkündürsə, sən özün artıq gənclərə bir məsləhətlər verə bilərsən, çünki müəyyən bir yoldan artıq keçmisən. Asan bir yolda deyil. Yəni bəzi gənclər var ki, boş vaxtlarından istifadə etmir, amma sən gördüyümüz kimi hər bir boş məqamını çalışmısan fürsətdən istifadə edəsən. Gənclərə nə tövsiyə edərdin? Yəni bu çətin yolda. Mən hətta deyərdim ki, nəinki gənclər bir yana öz universitetində daha aşağı kurslarda oxuyan o potensiallı tələbələrə. Çünki mən düşünürəm ki, onlar daha çox baxacaq bu videoya. Vaxt var idi, sən məsləhətlərə qulaq asırdın. İndi isə sən məsləhət verməlisən. Bəli, doğru vururluyorsunuz. Mən aşağı kurslarda olanda xarici universitetlərə qəbul olan tələbələr, məsələn, Bakı Ali Məktəbindən bir sessiyalar keçirdi. Onları qoşulurdum və qeyd eləyirdim. Məsələn, yadıma düşür, mən 2021-ci ildə həmin görüşün recordingi məndə var idi. Onu sevləmişdim ki, bu mənə 4 il sonra lazım olacaq. Və 4 il sonra açdım həmin recordini. Həqiqətən də mənə faydalı oldu oradan əldə etdiyim biliklər ki, universitetlərə müraciət zamanı faydalı oldu. Mən Banımda təhsil aldığım müddətdə tələbə klublarının tələbə həmkarları, məsələn, sədri kimi daim aşağı kurs tələbələrinə xüsusən də dəstəkdə, belə deyək də, bulunmuşam. Öz bildiyim qədərilə məsləhətlər vermişəm. Xüsusən də mən IELTS yüksək nəticə əldə edəndən sonra daim hər il aşağı kurs tələbələrinə IELTS-lə bağlı xüsusi köməklər eləyirdim. Tələbələr məndən soruşurdular, məsləhətlər alırdılar. Ümumi gənclərə və aşağı kurs tələbələrinə məsləhətlərim onlardır ki, spesifik informasiya təhlükəsizliyi sahəsində mən həm belə deyək, universitetdə, həm digər mühitlərdə gördüyüm qədərilə IT tələbəsi sırf kompüterin qabağında ancaq
oturum kompüterlə işləyim olmamalıdır belə düşünürəm. Hər tərəfli inkişaf etmək həqiqətən insanın həm sosial bacarıqlarına, kommunikasiyasına, networkinginə, şəbəkələşməsinə böyük töhfə verir. Yəni sırf kompüterin qabağında oturub sadəcə universitetdə verilən assignmentları işləmək, yüksək nəticələr əldə etmək gələcəkdə sizə yəni Carnegie Mellon və Harvarddan qəbul gətirməyəcək. Bunun üçün hər tərəfli inkişaf etmək lazımdır və mümkün qədər bütün imkanlardan yararlanmaq lazımdır. Yəni sadəcə yüksək qiymət alın bu bəs deyil. Müəyyən qədər iş təcrübəsi, internshiplərdə iştirak etmək lazımdır. Məqsədlərinizə uyğun elmi məqalələr yaza bilərsiniz. Məsələn, Bakı Ali Məktəbində hər il beynəlxalq elmi konfranslar keçirilir və mən də hər il bu beynəlxalq elmi konfranslarda iştirak etmişəm, fərqlənmə üzrə tərtib olunmuşam. Bu da mənə qlobal bir necə deyək, bir tanım, recognition vermişdi ki, bu universitetlər və ya şirkətlər mənim CV-mə baxanda bunu görürlər ki, bu tələbə kiber təhlükəsizlik üzrə falan sahələrdə research eləyib. Kiberlə süni intellekti məsələn inteqrasiya edərək bir research təqdim etmişəm. Yəni bu həqiqətən də göstərir ki, bu tələbə bakalavr olmasına baxmayaraq elmi araşdırmaya maraqlıdır. Bundan sonra sosial aktivliklərlə də məşğul ola bilərlər və düşünürəm ki, az öncə vurğuladığım kimi sosiallıq, insanlarla ünsiyyət, ümumi IT sferasında mən gördüyüm qədərilə tələbələrin müəyyən qədər zəifliyi olduğu bir cəhətdir və düşünürəm ki, tələbə klubları o cümlədən Azərbaycanda kifayət qədər sosiallaşmaq və texnoloji sahədə uğur qazanmaq üçün imkanlar var. Hackathonlarda iştirak etmək, tələbə klublarında aktiv iştirak etmək və eləcə də digər universitetlər arası klublarda, təşkilatlarda, yay düşərgələrində iştirak etmək həqiqətən də böyük bir nüansı. Məsələn, mən bakalavr təhsili müddəti boyunca bu aktivliklərdə həqiqətən aktiv iştirak edirdim. Məsələn, informasiya təhlükəsizliyi sahəsi üzrə təhsil alıram, amma gedib MBN klubunu yaratmışdım məndə. Bu da spesifik olaraq yəni diplomatiya sahəsi üzrə bir şeydir. O zamanlar da mən daim məsələn tələbə yoldaşlarım, digərlərim deyirdilər ki, yəni buna ayırdığım vaxtdansa gedib məsələn filan sahələr üzrə daha çox məşğul olardım kiber təhlükəsizlik üzrə. Yəni əsas məsələ sadəcə kompüterin qabağında oturmaq deyil, insanlarla əlaqə yaratmaqdır. Və bu da tələbənin uğur qazanmasına əsas təkan verən amillərdən biridir. Bu səbəbdən yəni sosial aktivliklərini yüksək tutmağı tələbələrə məsləhət görürəm ki, bu sizə həyatda bir çox qapılar açacaq. Bildiyimiz kimi imkanlar belə deyək də, insana bəxtəbəxt düşmür. Bu fürsətlərdən yararlanmaq üçün insan imkanları özləri axtarmalıdır. Və sadəcə kompüterin qabağında oturub işləməklə, assignment eləməklə, universitetdə ancaq 99 GPA-yə fokuslanmaqdan bu imkanlar adamın ayağına gəlmir. Bunu axtarmaq lazımdır. Məsələn, networking sahəsinə Elşən müəllimlə biz tanış olduq, sonradan digər layihələrdə məsələn iştirak etdik, digər insanlarla, fərqli insanlarla tanış olduq. Bu həqiqətən də mənə karyeramda bir mentor kimi mənə bir böyük təşəbbüs oldu da, böyük bir xeyir oldu ki, mən yeni insanlar tanıdım, hansı ki, banımdan kənar, digər universitetlərdə kiber təhlükəsizlik üzrə belə deyək, rəhbər pozisiyalarda işləyən insanlarla ki, bu mənə həqiqətən də karyeramda irəliləməyimə, həm təhsildə, həm karyeramda irəliləməyimə böyük bir təkan verdi. Şans insanın ayağına gəlmir, bunu axtarmaq lazımdır və insan nə qədər aktiv olarsa düşünürəm ki, bu şansları tapmaq da o qədər asan olacaq. Bəli. Əla. Yəni yekun olaraq uğur birincisi təsadüfi deyil, ikincisi də bunun konkret texniki bir göstəriciləri yoxdur da. Bu sadəcə bilirsən ki, bunları etməklə mütləq şəkildə axır əvvəl ayağa gələcək. Yox Kamran? Düzdür. Əla. Siz deyirsiniz, düzdür. Əla. Təşəkkür. Elmir, bilmirəm, Kamran sualın var sənin başqa? Yox, mənim bir dənə sualım yoxdur. Sənin də bir dənə sualın yoxdursa, suallarımız çox oldu. Mən düşünürəm Elmir detallı cavab verdi, hər tərəfli cavab verdi və mən düşünürəm ki, bu kim indi baxacaqsa, indi bilmirəm 40 dəqiqə, 45 dəqiqə oldu. Axır ki, bu podkastda baxan yoldaşlar neçə dəqiqə oldu Ceyhun müəllim oradan baxır, bilir. Deyəcək, 40 dəqiqə, neçə dəqiqə olur olsun, amma düşünürəm ki, hər dəqiqəsini uşaqlar çox maraqla izləyəcək. Normalda həmişə deyirəm də podkastlar insanlar indi dövr elə dövrdür ki, insanlar 30 saniyəlik videonu səbirləri çatmır baxmağa, amma oradan mən işarə eləyir ki, 41 dəqiqədir danışır. Dinə yekunlaşdırsın, montaj eləmək çətindir. Amma mən məsəl üçün baxıram bizim YouTube-dakı göstəricilərə və s. insanlar baxır, maraqlı bir kontent olduğu zaman baxırlar və bu da bizim üçün bir motivasiyadır. Bu da bizim üçün motivasiyadır. Bəli. Və düşünürəm ki, bu podkastda da baxacaqlar, faydalanacaqlar. Əsl faydalı oldu. Elmir, sənə uğurlar arzulayırıq. Həqiqətən mən düşünürəm ki,
2 illik tədrisdir yoxsa 1 illik tədrisdir? 2 illik. 2 ildən sonra qayıdacaqsan ölkəmizə. Burada faydalı olacaqsan və mən çox inanıram ki, mən görə gəlmişəm bunları və mən çox inanıram ki, yaxın 5 ildə, 10 ildə biz sənin adını xəbərlərdə, müxtəlif daha nüfuzlu yerlərdə yaxşı formada görəcəyik. Mən buna çox inanıram və bu sözü yaddan çıxartmayın. Paylaşarsan şeylərdə. Həmin an olanda uzun illər sonra çıxardarsan bunu. Mən buna çox inanıram. Uğurlar sənə. İnşallah ki, layiqincə təmsil edib gözəl formada ölkəmizə qayıdarsan. Çox sağ olun. Mən də öz növbəmdə sizə minnətdarlığımı bildirirəm ki, dəvət etdiniz, gəldik sizlə bu podkastı çəkdik və mənim üçün də çox xoş və maraqlı bir müzakirə oldu. Öz təşəkkürümü bildirirəm sizlərə. Əla. Var ol. Çox sağ ol. Uğurlar sənə. Sağ olun, təşəkkür edirəm. Bugünkü qonağımız Bakı Ali Neft Məktəbinin məzunu və bir neçə top universitetdən qəbul almış Elmir Hacızadə idi. Bizi izləyin, bizə abunə olun, dəstək olun və sonda o möhtəşəm sözümüz öyrənin, öyrədin.